Buradan Zaur Mikailova səslənirəm. 4 gündür sizlə əlaqə saxlayırıq. Hər gün yola verirsiniz, bir şey yoxdur. Siz bu işe görə bilmədiyinizə görə mən görmüşəm. Bu suyun dolmanın günahı yağış değilmiş, buymuş. Baxın. Su axıntısı buradan gəlir. Axıntı gəlir bütün evlərə, bütün məhəlləmizin hamısına dolubdur. Biri gəlib bunun əlacını eləmir. Yanvar ayında dövlət tərəfindən büdcə ayrılıbdır. Şağan tərəfində hər il bu qədər su olurdu, Oranı düzəldiblər. Gətirib çıxardıblar bizim məhəlləyə. Yəni bu yağışlıq bir şey deyil hal-hazırda. Hal-hazırda Şərxan qəsəbəsindən gələn buradan sudur. Baxın. Bu necə dolmasın? Necə bu həyətlərə dolmasın? Necə bu ev eşiyimizə? 4 gündür şikayət gedir. Məhəllədə adam qalmayıbdı şikayət eləməsin. Həmən bu şikayətdən bircə sözü var. Sabah gələcək, bir qadayla gələcək, beləcək, heç bir şey eləyə bilmirlər. Yanvar ayında bu layihə hazır olub SXEM tərəfindən, sxemada düzəlibdir. Sadəcə olaraq A qrupunu eləyiblər, B qrupunu axıntısını hara tökməlidirlər, yoxdur o bir şey. Bütçəyə pay ayrılıb. Sadəcə olaraq bütçədən istifadə ediblər. Yeyinti var, başqa cür mümkünsüz bir şeydir. Burada deyirəm, sözümün üstündə də dayanıram. Xahiş edirəm, dövlət orqanları, qurumları, hörmətli prezidentimiz, Mehriban xanım, çox xahiş edirəm. Bu, yəni mümkünsüz bir şeydir. Bunu necə düzəltməyə bilərlər də? Yəni necə bu alınmaya bilər ki? Şahan yolundan suyu doldur, burası gətirginən, burada da ki, axırıncı vıxıtda göstərdim də sizə oradı. Bu necə ola bilər ki? Bunlar bilmirəm, Kitaydan Vivay kəndindən alıblar bu turbaları zadı. Bu da Xəzər rayonunun Emin Abdullayevin Su İdarəsinin rəisinin elədiyi iş. Baxın. Görün də, yəni belə şey var.